Ruzi kanalında hansısa bir negativ olduğunu hiss edirsənsə, pulunda, qazancında durğunluq varsa, bu açılım sənin üçündür. Gəl baxaq. Ruzi yolunda, pul kanalında hansısa bir blokaj varmı? Bu hardan gəlir? Bunu necə açmaq olar və ruzin, qazancın artacaqmı? Gəl bununla əlaqədar baxaq. Birinci sualımız. Ruzi kanalında blokaj varmı? Bağlılıq varmı? Bu blokaj hardan gəlir? Gəl buna baxaq. Belə bir sual sənin özünlə əlaqədardırmı, ya ətrafdanmı əlaqədardır? Buna baxaq. Birinci baxaq. Varmı hansısa bir blokaj? Əslində burada yoxdur deyir kartlar. Çünki burada ümumiyyətlə bunu izləyənlər deyəsən özünüz hansısa dualar eləyirsiniz bu dəqiqə. Hansısa bir təmizlik etməyə çalışırsınız. Və artıq yollarınız açılır. Mən sizə deyim ki, və istədiyinə çatacaqsan. Əgər ruzi yolunla əlaqədar dualar və ya təmizlik nə isə eləyirsənsə, istədiyinə çatacaqsan. Çünki bu yolların açılacaq, yəni. Çünki burada daha çox təmizlik prosesi gedir. Bəziləriniz dualarla, bəziləriniz hansısa problemin həlli ilə uğraşırsınız və açılacaq. Bir şəkildə açılacaq, amma yenə də blokaj çünki hazırda yoxdur yenə də. Yenə də baxaq, blokaj hardan gəlirdi, gəlirdimi? Blokaj bilirsiniz nə ilə əlaqədar idi? Sənin hədəf dəyişməyindən əlaqədar olurdu. Yəni, konkret bir məqsədin, konkret bir hədəfin olmamağından əlaqədar idi. Yəni, tutaq ki, sən bilirsən ki, bu addımı atsan sənin üçün xeyirli olacaq. Qarşına bir damcı kiçik bir şey çıxan kimi geri çəkilirsən. Öz şəxsi, belə deyim də, sərhədlərindir. Burada blokajlar özündən doğulan bir şeylərdir. Yəni, hədəf dəyişkənliyi, hədəfin axırına qədər getməmək və yaxud da ki, öz uğurunun başqalarından asılı olduğunu düşünmək və ya başqalarından gözləntin olmaqdır. Bununla əlaqədardır bir şey. Sənin özündəndirmi? Yenə də özündədir. Çünki, bax, burada kartlar deyir ki, vəbşi bunu izləyən insanlar əslində ruzili, bərəkətli insanlardır. Sadəcə özündə qıtlıq düşüncəsi var. Özündə qorxular var. Özündə addım atmamaq qorxular var. Komfort zonadan çıxmaq istəmirsən. Məsələn, nədən gedir söhbət? Tutaq ki, hazırki işində maaşın azdır. Tutaq ki, qazancın azdır. Amma bu iş sənin üçün rahatdır, komfort zonandır sənin üçün və buradan çıxmaq istəmirsən. Başqa bir işə getsəm necə olacaq, kollektiv necə olacaq, nə bilim nə olacaq, uyğunlaşa biləcəmmi? Əslində bura mənim üçün daha rahatdır. Yəni öz şəxsi tənbəlliyindir və komfort zonandan çıxa bilməməyindir. Bunlardır yəni. Kiçik bir müdaxilə olan kimi deyirsən ki, əşi yox, elə burada qalmışam da. Budur. İndi bunu baxaq. Ruzi yolunu necə aça bilərsən? Zaten burada açılış gedir, amma yenə də sualımızı davam eləyək. Necə aça bilərsən? Nə etməlisən ki, qazancın artsın, ruzi yolun açılsın? Özün hərəkətə keçməlisən. Bax, burada ancaq hərəkət və plan, hərəkət və plan. Sən, Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Sən hərəkət etməlisən, addımlar atmalısan, fürsətləri dəyərləndirməlisən, fürsətləri zamanında dəyərləndirməlisən. Çünki inan ki, sənin yolun açıqdır, sənin ruzi yolun açıqdır, sənin ruzun var. Sadəcə özün qorxursan, yeniliklərdən qorxursan, fərqliliklərdən, dəyişikliklərdən qorxursan. Buna görədir. Gəl baxaq, açılacaqmı? Ruzi yolun açılacaqmı? Qazancın artacaqmı? Ruzi yolun açılacaqmı? Qazancın artacaqmı? Gəl buna baxaq. Ruzi yolun, pul kanalın açılacaqmı? Sənin özündən asılıdır. Çünki açılmaq istəmirsən. Sən özün açırsan. Bəzilərinizə burada rituallar eləyirsiniz, amma rituallardan əlavə öz düşüncələri dəyişmək lazımdır. Burada kartlar deyir ki, sənin yolunda əngəl olan şəxsi düşüncələrindir. Bax, beyninin içindəki fikirlərdir, qorxulardır. Nə bilim, birdən bu alınmaz, birdən bu olmaz, birdən bunu eləmərəm. Və yaxud da ki, bəziləriniz öz enerjinizlə öz yolunuzu bağlayırsınız. Məsələn, oturub deyirsən ki, daimi olaraq negativ cümlələr istədirsən. Tutaq ki, pul yoxdur, alınmayacaq, belə olmayacaq, elə olmayacaq. Özün özünə negativ yaradırsan. Burada sırf sənin özünlə əlaqədardır. Sən ruzi yolunu açmaq üçün özünlə mübarizə aparmalısan. O içindəki pesimisti rədd eləməlisən içindən. Ancaq doğru düşüncələrlə, doğru yollarla, pozitiv enerjilərlə sən ancaq yüksələ bilərsən. Gəl baxaq. Ruzi yolun açılacaqmı? Qazancın artacaqmı? Açılacaqmı? Artacaqmı?
Açılacaq da, artacaq da, sadəcə bax bu negativ düşüncələri kənarlaşdırmalısan. Çünki sənə ruzi yolu var, sənə vəzifə iş yüksəlişi var. Sadəcə olaraq bax, sənə uyğun olmayan, sənin enerjində olmayan yerlərdən çıxmalısan. Burada çünki deyir ki, bir yol seçmək üçün digər yoldan uzaq durmalısan. Digər yoldan, sənə uğur gətirməyən yoldan uzaq durmalısan. Yenə də gəl belə bir sual da verək ki, arada bəziləriniz fikirləşir. Ətrafında kimdənsə sənin ruzi yoluna hansısa bir negativ təsiri varmı? Sənin ruzuna, puluna, qazancına hansısa bir negativ təsiri varmı ətrafından kiminsə? Ancaq özünsən, ancaq özünsən, ancaq özünlə mübarizə apar. Çünki öz düşüncələrindir, öz qorxularındır, öz qərarsızlıqlarındır, öz belə deyim də komfort zonadan çıxa bilməməyindir və özünü həvəsdən salırsan. Yəni özünlə mübarizə apar. Kənardan cəmaatın heç kimin təsiri yoxdur. Sən özünə çox da qəşəng belə negativlər, nəzərlər, nəfslər ötürürsən, başqalarına gərək qalmır. Yəni bu qədər. Amma bunlarla mübarizə aparsan, əslində güc səndədir, enerji səndədir. Bunu da biləsən. Daima pozitiv cümlələr istifadə elə özündən əlaqədar. Negativ cümlələri kənarlaşdır. Çünki negativ cümlələr olumlamalar yaradır. Olumlamalar da zaten olumlamalarla insan bir manifest eləyir, həyatını olumlamalarla yaxşı yerə apara bilər və olumsuz cümlələrlə də pis yerə aparır insanlar. Bunu bilməlisən. Aldım, qəbul edildim, yaz, ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.